Sıfır renginden gözüm. Altıda əməlli. Alça. Nədir qızlar? Baxın. Bunu bəhbəhlə yeyirlər. Qızlar, necəsiniz? Bu günləri fərqli bir şeylər almışıq qızlar. Onların dadına baxacaq. Sağ olsun. Bu da Rüstəmci bu dondurmanı qutarıb qızlar yeyib. Qızlar, Milanın təzə dondurması çıxıb çeyrəkli. Əgər kimsə almaq istəyib, Qızlar, kimsə almaq istəsə alsın, çox qəşəkdir. Gətirəndə biraz elə qalmışdı, qızlar yedim. İnşallah da mən də bundan alacağım ancaq. Milanın qızlar çeyrəkli, təzə çıxıb. Rüstəm dedi acıydı. Dedi acıydı, amma acı deyildi. Qəşəngdir. Rüstəmin zövqünü də bildirdim. Hə, Rüstəm bunun şokoladçısını xoşdur qızlar, amma çeyrəklisi təzədir. Yəni ki, istəsəniz gedib ala bilərsiniz. Bu heç. Bu boşdur. İndi qızlar nəyə açaq? Hansına, nədən başlayaq? Dilim boğazıma yapışıb ki, sudan. Gəl sudan başlayaq qızlar. Demək qızlar, belə bir popun suyunu aldı qızlar. Nəylidir? Bu manqoludur. Manqol. Manqoludur qızlar. Manqo yemisən sən? Manqolun olduğunu ki. Yəni görürəm də manqo belə yumuşaqdır, avokado kimidir, amma avokadonun içində tum olur, bunun olmur da. Amma yəni belə də, neysə. Amma yeməmişik, nə də suyunu içməmişik. Qızlar, belə maraqlı şey var deyə belə. Görünüşü var deyə ona görə aldıq. Bir içində toxumdu, nədir bu belə? Bir interesli, maraqlıdır. Al, açmaq sənə düşür. Gedib görək necə pişirdim. İçində bir qarışıq qalır. Bismillah. Nə gedər? Kesibdən sən elə. Tamam. Mənə tökür deyə ələ-səsə tökür. Biraz çox tökərdim də. Dadına bax. Toxumu istədim mən, toxumun... Toxumu gəlməyəcək elə biləm, o dibindədir. Nədadır? Tam səmimi. Mən bir dad hiss eləmədim qızlar. Şirindir qızlar, şirin dad verir. Amma bilmədim. Sıfır rengindən gözüm. Sarı rəngdə. Bax elə dadına. Yəni bunun sok olduğunu deməsən bilirsin. Necə stop. Necə? Necədir? Qəribə saqqıza oxşar iyisi var ya bunun. Nə bilməm, qıza bir qəribə dadı var. Nə bilməm, xoşlamadım mən. Yəni mən olsam içmərəm, almaram yəni buna. Hə, yəni belə Almaram. gəlin deyəcəm. Qutar deyə. Məsələn, sok dadmır. Elə bir çupa-çupsunu deyim, konfetimi deyim, belə bir dadı var. Yəni sok, yəni alışdığımız sok dadı deyil. Xoşlamadım qızlar. Yəni belə pul verib məsələn mən də almaram. Almaram qızlar. Elə ondansa gedən elə nə bilim Fanta falan alım ucuz qiymətə 1 manata, nə bilim. O zaman bu Fantadan üstün cəhd olur ki, bu qazı yoxdur da, amma belə məsələn başqa seçimlər edə bilərsən. Hə, yəni belə. Yəni mən də belə. Mən bəyənmədim. Adam içəri yansa belə içmək olar, amma belə pul vermərəm. Amma mən içmərəm, şirindir, onun zor. Dadı da belə, mən bəyənmədim. Yenə də popun başqa bir şey olsa, yenə də həmin olsun xoşlamadım. Biri var bərbad deyil. Amma pul verib almaqlıq da deyil. Çünki marketlərdə o qədər seçim var, yəni o qədər seçimlərin içində yəni daha yaxşı seçim etmək olar. Düzdür. Belə. Mən xoşlamadım. İndi gəl su qalsın onda. Gəl hələ. Gəl onda yarpaq dolmasından başlayaq. Gəl yarpağı axıra saxlayaq. Gəl bundan xam-xamdan başlayaq. Xam-xamdan başlayaq, tamam. Qızlar, xam-xam əvvəl 2 manat idi qiyməti. İndi bunun qiyməti qalxıb, qızlar, 3 manat aldıq bunu. Bilmirəm ki, niyə bu qədər qaldırdılar qiymətini. Ya sizlər 3 alırdınız? Bilmirəm, amma qızlar, bir 3 aldıq bunu. Mən bunun... Qızlar, açıq Qəşə iyisi var ha. İyisi super. Sən iyisi nədir? Belə bir iyi gəlir, bilməm nəyə. Şey gəlir, qızlar, yemisiniz siz, İran keksi olar o vaxtda. Hə, çox super iyisi var. Bax, onun iyisini oxşuyur. Özü açan kimi iyisi vurur adamlar. Adi kukuruz. Hə. Dadı adi kukuruz. İyisi qəşəkdir. Aslında qəşək iyisi vurur, amma... Buna təqdiyə çıxarır qızlar deyə biz biraz şeylədir. Salman bir mən oradan paketə. Paketi tökək deyə görək hədiyyə nə çıxacaq bunda. Qızlar, qırmızı olan qız üçündür, yaşıl oğlan üçün. Biz Rüstəmə görə yaşıl götürdük ki, hədiyyə oğlan üçün çıxsın. Nə qəşək, maşın. Nə qəşək. Qalib bacı. Qalib çıxdı qızlar. İnşallah Allah bizə bunun əsrini nəsib edər. İnşallah, hə. Qəşəkdir. Rüstəmə,
Ne sənin? Gülsüm bir dənə oyuncağın həsrətində. İçində oyuncaq olduğunu nəzərə alsan, dəyir. Necə alsaq hə deyil. Çünki içində oyuncaq da verirlər. Yəni belə baxanda yəni dəyir. Evet, oyuncaq 1 manatdır. Bu da Sən uşaq üçün yaxşıdır. Alırsan, uşaq həm yeyir, həm içindən oyuncaq çıxır, sevinir. Belə sürpriz. Yəni elə maraqlıdır. Bir növ içində sürpriz. Bildiğinde kızlar şirin, nədir bu? Ya adı kruz. Adı kruzda şirin kruzlar olur, kızlar. Ondan da. Yəni xüsusi bir şey deyil yəni. Amma uşağı almağa dəyər yəni sürpriz kimi. Açar, içindən çıxar, sevinər ki, içinə məsələn Tezə var idi, bir dənə qaydı, ikinci oldu. Sulu xəngə aldı kızlar. Görək bu necədir? Mən birinci dəfə görürəm belə. Mən də birinci dəfə görürəm kızlar. Səsini vermişik, açır. Dünən uşaqla həsrətlə alışırsan. Ay köküm get. Hə. Get Ne mübarək. güzel, sıra geçe rengi. Özü qəşəng Sarı maşındır. rengi, geçe rengi. Açığı mən biz elə bir şey hazır dolmadı, açdı, belə şeylər satırdılar. Elə bir şey görmürəm. Amma xəncər, sulu xəncər birinci dəfədir Ben de görürəm. birinci dəfə gördüm. Bir de ne var idi? Başka şey de var idi. Erişte var idi. Ərişdə var idi, hə. Bir de sulu erişte var idi. Bunun üstündə oxuduq. Dedilər ki, suyu tökürsən 5 dəqiqə gözlədirsən elə. Sən bunu aç, mən gedim su gətirim. Qaynatmışam bu suyu. Hardan açılır? Rahat yerdə qoymuyorlar açmağa. Dönəsən bir şey gətir. Ay yola, de buradan açırsan. Üstüne basırsan kızlar açılır. Hə, rahat açılır. Ha. Söhbət oradan ağzına tutursun. İstəyirəm ki, cırmayan da, çünki ağzında bağlayacaq. Ağzına şey də bölürsən də. Nəsə qoymaq da olar. Hə, nə oldu? Qalxına tutulmuş. Hə? Ədviyyat falan da var, içində ay qızlar. Tökdüysə çıxır. Bəsdir. Hə, bəs idi. Maraqlı ədviyyatlı qoxu gəlir belə üstündə şey olanda. Amma görünüşü yarpaq gəlir. Görə nə tür olacaq? Ya, Bəs bu axı bu sudur və su ilə içəcək. Ona görə bəlkə özünə çəkəcək. Yox, su xəncər özünə çəkəcək. İndi vaxta bax gör. 5 dəqiqədən sonra baxacaq qızlar görə nə olur. Gəl ona qədər. Aha. İstəyirsən bunu da suyla da baxaq, biz ağzımıza içərik. Tamam. Qızlar bu qalana qədər bir dənə də başqa bir suya baxacaq qızlar. Bu suyu mən birinci dəfə də gördüm. Bazar stordan aldıq qızlar. Bir kitay hərflərlə yazılıb. Nəylidir? Qarışıqdır, hə? Qarışıqdır. Ananasdır, nə bilim, hər şey var burada. Banan, Görüm üstünə haram. kakos. Haram. Kitayın da üstünə kitay hərflərlə yazılıb. Ha. Nə istəyir bir şey. Ha, üzəri qızlar kitay hərflərlə yazılıb, maraqlı bir su yoxşur. Görək onun dadı nədir? O məncə yazısından daha çox elə biləm Koreyadır. Koreya. Hə. Hə, qızlar mən o kitayla Koreyanı ayırd edə Mən bilmirəm. yüngül ayrı edirəm, onun üçün mən Hə, mən düşünürəm ki, ayırd edə Koreyadır. bilmirəm qızlar. Amma bilirəm ki, o tərəflərdir də. Əgər- Gözləri belə olanlar. Əgər bu Koreya, Kitay dilində başa düşənlər varsa, desin xahiş edir, bunun üzərinə nə yazılır. Çonqonçi hoço. Nəysə onunla. Açıq belə mən bankasına görə, Ay, görək evet, dadı bankasına nədir. Neçə aldın onu? Hı? Neçə aldın? 2.40. 2.40. Onu elimə taxtada qırılır. Qiymətli də qızlar 2.40-dır. Fıts. Yayda bu səs nə deyir? Görə necədir? Gəl. O biri onu Bunu xoşlamadığım stəkanda zaman tökməyimizdə məqsəd odur ki, rəngini rəngini göstərək. bilək ona görə. Bəs Maraqlı, belə bir Aha. rəng var. adi elə bildiyin su yoxdur da, amma biraz elə bu da şirindir. Ne qəribə dadı var. Ne dadı verir bu? Qarışıq. Qarışıqda deyə. Bax qızlar ananasın dadını indi aldım. Biraz turşməcə dad da gəlir. İçində demək kakosdur, Ananas. portağaldır, ananas da banan. Qızlar bizə turş dad gəlir mənə. Turş şirin də belə. Sən nə? Bax, iyisi sən nədir? Nə? Feyxa sok içində. Onu deyəcəm, belə feyxoya da Rəngi oxşuyur. də feyxanın rənginə oxşuyur. Amma feyxoya yoxdur Amma tərkibdə qızlar. iyisi də elə bir feyxanın kompotu olur. İyisi də odur. Rəngi də iyisi də odur. Yəni almaram qızlar bunu. Nə bilim, geçənlər var da. Məsələn, Hüseyin su xoşlayandı, bəlkə o alıb içər. Amma mən... Dadı da. Dadı eynən mən elə gəlir. Feyxa kompotu. Elə bir feyxa kompotunu tökmüsən buna, rəngi, iyisi, dadı. Eynən elə. Yəni, nə Hə, xoşlamam. yəni bildiyin feyxa Bir kompotu. şirin qızlar, bir turş, bir şirin dad gəlir də belə. Yəni əgər kimsə turş, şirin bir arada xoşlayırsa, məsələn alıb içə bilər. Yəni ondan sonra feyxa kompotu alınır. Yəni eyni şeydir, yəni görünüşü, rəngi. Yəni belə. Yəni yenə də bu 2.40 mən verib almaram, yəni
çoxdur bunun üçün hələ Hə, bunun üçün çoxdur qızlar. Buna məsəl üçün 1 manat falan olsa bəlkə bir manata da daha almaram. yaxşı sular var. Amma maraqlı. Məsəl üçün bu su ilə bunun arasında məsələn seçim olsa bu suyu alaram. Bu su daha dadlıdır bundan. Hə, amma mən xoşlamadım. Amma yəni fərq deyək ki, maçda 2 seçim olsa, amma belə heç bir. Qızlar, xəngəlimiz hazır oldu. Görək necədir. Orada var. Bax. Qaşıq çəngəl orada var. Bu qaşıq qızlar taxta qaşıqdır. Bununla nə bilim yemək çətməli olacaq. Görək ədviyyatda nə var ki? İndi görək necədir. İçində qızlar turşu da var, bir də ədviyyat qoxusu gəlir. Görək necədir bu. İşte başlayaq. Bismillah, mən başlayayım. Bildiyin yarpaq xəncəli. Ondan sonra bir manat yarpaq xəncəli olsun. Xoşlamadım mən qızlar. Hani ay dədən var. Oy, nə acı. Acı da mənlə. Acı. Mən də gəldi. Suyu, supun suyu, elə bir sup suyu içirsən. Yəni ədviyyatda da qızlar özünündür də, yəni ki siz əlavə atmırsınız. Siz ədviyyatda hazır özündəndir. Yəni ona görə acısını alanda acısız alın. Biz acısını tapa bilmədik, acılıydı. Oy, acı. Ay qızlar, yandım. Yandım ay qızlar. Yox, çox acıdır. Həm acıdan da yenə deyirəm. Dadı hazır suplar olur belə. Yəni onun dadıdır. Yəni xüsusi bir dadı yox. Mən xəncəl dadı verdim, yox. Elə onun dadına oxşamadı mənim. Bildiyin qızlar, yarpaq xəncəli yeyirsiniz. Biz Hüseyin çox xoşdur deyə tez-tez alırıq onu. Yarpaq xəncəldir, bildiyin yarpaq xəncəldir yeyirsən. Amma ədviyyat var, qızlar. Ədviyyat vurulub, o supun ədviyyatı var, bax o, özü acılı. Yəni o pişik mən xoşlamadım. Amma məsələn sən xoşladın, sən xəncəl xoşlayansan. Supu yox, suyu qəşəngi də acılı xoşuma gəldi. Amma yarpağın özü, xəncəlin özü. Eləcə yeyirsən, yüngülvari ədviyyatın dadı gəlir, amma belə xəmir dadır, yəni bəyənmədim. Bəlkə su ilə qarışdırıb yeyirsən, nəsə dadı gəlir, amma belə tək xəmirin özünü yedim, xoşuma gəlmədi. Mən də xoşlamadım. Çünki xəncəli yeyirsən, bir damcı ədviyyat dadı gəlir. Çoxluqda adam ağzına xəmirin dadı gəlir. Ona görə yəni nə yalan deyim. Yəni belə bəlkə də alaram, bəlkə də almaram, yəni belə xüsusi bəyənmədim. Mən də elə bəyənə bilmədim qızlar, nə yalan deyim. Qızlar, indi nə almışıq? Bir bon. Supdur qızlar. Acısını yaşlı götürmədi. Bunu düşür, mənim ağzım yanır. Hələ də yanıram ay qızlar. Bu çox acıdır, Yaşlı acıdır. Acı xoşlayana alıb istifadə edə Mən acılığını xoşladım. Aha. Amma yəni ki, belə pul verib almaq üçün mən almaram yəni. Ondan sonra elə gedib xəngəl alaram. Elə nə bilim. Turşu da qoyublar içinə. Neysə, onu elə bəyənmədim qızlar. İndi bunu açıq görək necədir bu. Sup belə qızlar alırıq. Belə xoşumuza gəlir. Sup mən xoşlayanam qızlar. Amma bundan belə şeydə almamışdıq. Belə qutuda olanı almamışdıq. Acılanmamışdıq desən, yox. Bu içində belə bir şey var, sağ olsunlar hələ bir çəngəl də qoyublar. Birində supdur elə, rolton. Görünüşündən heç baxışdan yaxşı bir şey oxşuyur. Görək necə də dadı. Üstünə su tökəyəm. Sən bunları aç. Bu töküm tökərsən ki, sonra bir dəfəlik bağlayırsın. Mən bir dəfə rolton eləmişdim. Bundan yox da başqa formada da kağızda olan rolton. Xanımın biri yazılmışdı ki, ilk öncə deyir su tökülür, ondan sonra roltonun belə bir şeyində. Amma çox insan da yazmışdı ki, yox deyir. Birinci deyir, bunlar tökülməlidir, sonra su tökülməlidir. Biz əvvəldən öyrəşmişik qızlar. Birinci bundan tökürük, ondan sonra suyu tökürük. Bunları açamadım bu. Aça bilmədim, gözüm mən qaçı gəlir. Uzun suplarda bunları açmaq daha rahatdır. Belə yürüsən açılır. Bunları göstərəcəm inşallah. Nə maraqlı. Hə, qoy. Bəh. 5 dəqiqə qalsın. O gələnə qədər yarpaq olmasın. Aha, tamam. İndi qızlar, bu burcu yarpaq sarması, yəni özünüz bilirsiniz ki, əvvəllər məşhur idi də. Başqa yerə getdik, bir-iki dənə yerə tapa bilmədik. Özümüz üçün hələ yemək istəyirdik də, dadına baxmaq istəyirdik. Axtardıq, tapa bilmədik. Ondan sonra indi dedik ki, gedək baxaq, gördük ki, tapdıq. Elə sevindik ki. Yəni görək necədir dadı. Yəni mən ümumiyyətlə yarpaq dolmasını sevənəm, indi görək
Bizim ama yarpaq dolması kimi deyil də, bunlar Türkiyənin yarpaq dolmasıdır. Yəni bunun içində ət yoxdur. 7 manatda pul verdim. 7 manat da qızlar qiymətidir. Almaq istəsəz hardan aldıq? Mən bazar stordan. Bazar stordan qızlar. İstəyən olsa gedib bazar stordan ala bilər. Yəni orada var açıq müzəffər. Yəni mən getdim, bizim bazar storda var idi. İndi ola bilsin Xırdalan filialında var qızlar. İstəsəz gedib yoxlaya bilərsiniz. Çünki bilirəm ki, çox adam istəyir burcu yarpaq sarması. Adam maraqlı gəlir axı dadı görən necədir. İstəsəz bazar stordan gedib ala bilərsiniz. Aslında çox qərizli ehtiyat dolaq yağlatmaq üstündə. Yavaş, ehtiyat olun, yavaş. Yavaş. Çox açanım ki, ağzını bağlamaq olsun. Aç. Çox yaxşı. Aç ki, yaxşı yemə. Çox. Şimdi məsələn istəsən qızdırmalı olur. Bilmirəm qızlar, bu qızdırmalı deyil məncə, bu qızdırılmalı deyil. Bizim dolmalar kimi deyil. Qızlar içi belə yağlıdır, suludur. Yəni iç görünüşü qəşəngdir, yəni adamın cəlb edir. İyisi xoşuma gəlmədi qızlar, belə iyisi qəşəng deyil. Baxın. Yox da mənəm. İyi gəlmir yerə. İyi qəşəng deyil. Yəni belə məsələn iyi vursun, dolmanın iyisi məst eləsin, yox adi. Qəşəng iyisi gəlmədi. Yəni mən heç nə hiss eləmədim, nə deyim. İyisi mənə xoşuma gəlmədi. Mən heç nə hiss eləmədim iyisindən. Görəm necədir? Qadına baxaq da. Çox yağlıdır qızlar, çox. Əməlli açırsam bütün yağdır. Vay dədəm vay. Nədir qızlar? Baxın. Bunu bəhbəhlə yeyirlər qızlar. Adam Nə nəfsi dadı, çəkilir. dadım dedim. Heç nə. Bir dadmır qızlar. İnteresli dadı var. Heç qəşəng deyil, bekar almayın. Heç nə də bəyənmədin, həqiqətən də. Vay dədəm vay. Qəti qəşəng deyil ha qızlar. 7 manatlıq deyil də. Ondan sonra gedin öz yarpaq dolmamızı indi bilmirik, onu sınamamışıq da. Amma ən yaxşısı öz dolmamızdır qızlar. 6 manatdır, 5 manatdır. O daha yaxşı olar məncə. İnteresli dadı var qızlar. İçin nədir bunun? Belə götürür, bütöv yeyirlər, hamısını belə bağlandıra yeyir. Adam da ağzını suya axır. Mən ona görə istəyirdim də daha doğrusu ki, yeyim mən də xoşuma gəldi, elə nəfsim çəkdi. Amma inanırsınız heç elə deyil. Bütün də özdə yağdır. Sən necə dadır, elə bilirəm ki, belə dadardan. O yarpaq dolması ki, biraz qala xarab olar. Elə bir ki, xarab olub. Bütün içində düyüdür. Yəni, türklərin dolması belədirsə, nə bilim, onda bizim dolma nədir? Qızlar, ümumiyyətlə, interesini iyi gəlir bundan. Dolma iyisi gəlmir, qızlar, interesini iyi gəlir belə. Mən düşünürəm ki, bu türklərin dolmasılıq bir şey deyil. Bu sadəcə olaraq ev şəraitində hazırlanmayıb deyə, işte ona görə belədir. İşte ev şəraitində hazırlanan türk dolması bəlkə də qəşəng olar. Yəni ümumilikdə yəni belə mən bəyənmədim şəxsən, o 7 manatı da verdim. Yəni bir də almaram. Qızlar, yox, bir də almaram, nə deyəcək, yanından keçmərəm qızlar mən. Yəni o qiymətə mən düşünürəm, çox daha qəşəng şeylər almaq olar. Qızlar, yox, getdi, bu burcu yarpaq sarması mən xoşlamadım qızlar. Mən türklərinin yarpaq dolmasını yeməmişəm. Düyünlə edirlər də, bu düyünəndir. Amma yəni bildiyiniz qızlar, dolma dadı gəlmir də, nə tənəyin dadı gəlir, nə düyünün dadı gəlir. İnteresini açanda bir qəlbə iyi gəlir, bilmirsən ki, o nə idi qızlar. Mən xoşlamadım. İndi xoşlayanlar var alır da. Amma mən xoşlamadım qızlar, mənlik deyil. Ağız zövqü. Hə. Şu qızlar, görək bu necə olacaq? Qarışdır. Rol tonumuz. Bəh. Görünüşü qəşəng yox. İyisini beçə maraqlı gəlir də izləyicilərimizə. Xüsusi bir iyisi yoxdur, mən iyirəm. Xüsusi iyisi yoxdur, yəni mən belə, ay Allah, belə dəhşət Suyun bulanlığı da işi yoxdur, Amazon suları. Amazon suyu. Üstünə qızlar hələ bir göyərti də səpiblər. Nə yaxşı, nə göydür bu görən? Bax, mənə qədər. Neysə olsa. Neysə olsa sən gedə. Allah seni kahretsin. O dolmanla suyu zaten hamısını sən seçsən, xəngəli zaten. Belə də qızlar, o yarpaq dolmasından sonra bu yaxşıdır. Ümumiyyətlə, mən acılıq hiss edirəm axı, acı duyur axı. Bir balaca sosunda elə bir acılıq var idi qızlar. Mən acılıq hiss edirəm. Dadı nətərdir ümumilikdə? Ümumilikdə yaxşıdır yəni. Məsələn, o digər yemək sularına? Şey yemədim, nədə buna da, roltonu yemədim qızlar. Vermə şirin. Geçən gəlməyi istəyirsən. Yenə. Hə, indi sözüdür. Məsələn, o ucuz suplardan fərqi var, yoxsa yoxdur? Elə olmazsa qızlar gedərəm elə alaram, o suplar elbirəm daha mənə qəşəkdir. İndi mən də fikrimi deyəcəm. Bunu nəsə belə şey eləmədim. Nə fərq var ki, onu da elə suyun tök şeylər, yəni ki, mən nəsə bir... Amma elə bir o daha dadlı idi. Gələcəm. Heç
ki, biraz da hazır olması lazımdır bunun. Ola bilər. Valla yəni suyuna acılıq hiss edirsən, Hə, bir amma balaca xüsusi acı. bir yəni dadı yoxdur. Adi. Hə. Amma o birisi mən yeyəndə qızlar adam daha yemək istəyir. Bu elə deyil. Mən suyunda açıq elə bir yəni adi su. Hə. Suyunda mən elə gəlir. Suyunda acılıq var, amma suyunun sup dadı yoxdur. Yəni mən supun dadını hiss eləmədim. Biz mən xoşlamadım. Mən xoşlamadım mən də. Necə? Yəni mən buna nə qədər neçə aldıq yadında? 2 manat aldıq da. Yəni götürüb pul vermərəm buna. Yəni amma o birisindən alsaz qızlar 38 qəpiyə falan var idi də salxanda. Onlardan alsaz elə, yəni onlar daha dadlıdır. Yəni bu belə mən xoşlamadım. Supun bir üstün cəhəti var ki, məsələn hazır yemək üçün də qabınız yoxdursa, bu rahat məsələn alırsan, yəni yeyirsən, bir O özünə yaxşıdır, yenə qızlar rahat olsun, hazır. Hüseyin xoşlamadı, bu yeyib qutardı qızlar. Xoşlamadığı budur. Bilirsiniz, adi 30-40 qəpilik suplardan fərqlənmir, dediyim odur. Amma bizdə o da var ki, adi 30 neçə qəpilikdən dad vermir axı. Onlar evi daha dadlıdır. Mən elə gəldim. Hətta o dadlıdır. Yəni 2 manat yəni buna bir yəni qabına görə bəlkə verməyə dəyər ki, rahat yeyəsən və salam. Yəni belə mən almaram. Belə deyim. İndi Düzdür, belə baxanda 2 manat elə də yüksək pul deyil qızlar. Sadəcə yəni bunların qiyməti var da 38 qəpiyə falan var. Yəni onunla qiyaslayanda beləncə. yəni 2 manata qədər vardı, 70-ə, 80-ə, nə bilim. Hə, yəni o dəyərdə deyirik. Yoxsa belə 2 manat elə belə böyük wow deyən pul deyil zaten. Amma yəni ki, belə mən ikinci dəfə bunu almaram. Ondan sonra elə o salxanda olur qızlar 30-40 qəpiklik falan. Elə ondan sonra onu alır, onu istifadə edir. O daha dadlı olan. O daha dadlıdır. Özü ki, elə biləm həcmi də elə çox belə böyük deyil. Yəni ki, elə belə. Yox, elə onlar da adi qaba töksən bu qədər gəlib eləyəcək. Ha. Yəni ümumiyyətlə ki, özətə keçək. İndi burada nəyə məsləhət görsən, izləyicilərinə, nəyə görmürsən? Mən heç bir məsələ görmürəm. Mən heç bir məsələ görməmişəm, Yəni- heç almaram. İkinci dəfə bunları almaram. Yəni mən də ümumilikdə yəni bütün bu aldıqlarımın heç birini ikinci dəfə almıram. Yəni amma belə yenə bizə maraqlı gəldi. İstədik sizdə sizə də göstərək. Mən içindəki bir sənədə maraqlı idi. Bunun içindəki bu toxum. O toxumu axırda içsən bir çalsın ki, İstəyirəm o toxumun nə da şey olur. Mən o maraqlı. İnanmıram, elə belə toxumu da ağzına dəyəcək, şey olacaq. Yəni elə bir ağzını istəyirsən, O burcu yaprak sarması o yeyirlər, belə açırlar, qızlar belə yeyirlər, belə altısını birdən yeyirlər. Yəni bu qəti, mən bunu yeyə bilmərəm də, yəni ümumiyyətlə. İndi sərçana boşuna har yemişəm. Səhər yeməkdə yəni. Amma yəni mən indi bunu yeməyəcəm. Hüseyn sağ olsun özü yeyəcək hamısını. Yəni burada aldıqlarım içində az da olsa bəyəndiyin heç nə Bu. Hə. Kukruz. Ən yaxşısı budur qızlar. Yəni o pula dəydi ki, içindən də oyuncaq çıxdı ona görə. Bu yəni dəqiq. Yəni bunu hə almaram, amma yəni yeyə bilirəm də, bu yaxşıdır. İndi bu da pis deyil qızlar. Sup. Sup da yaxşıdır, yəni ki onu da. Amma qalan məsəl üçün bu şirədir, bu birisi qərbi Çin şeydir, Yapon şirəsidir. Yarpaq sulu xəncərdir qızlar. Yəni ki belə aman deyirəm. Suyun get-gedə dilini dəyişəcək. Suyun təsiri. Belə şey olacaq. Avtomatik. Qızlar heç xoşlamadım, nə yalan deyim. Yəni bəyənmədim valla. Mən də bəyənmədim. Sən hansı xoşun gəldi bunlardan? Nisbətən. Sən məsələn dolmaya xoşun gəldi, tüşlərdi. Yox. Mən açığı heç birindən xoşum. Yəni məsələn xoşum gəlmədi belə. Sən xəncər də xoşlayırsan sən. Xəncər necə? Sən necə də xəncər adi bildiyin supdur da, yəni xəncərlik bir şey yoxdur. Ya bu, yəni yesən adi məsələn sup dadı gəlir. Yəni xüsusi xəncər dadı vermir. Hə, sup dadı, bildiyin sup yəni. Üstünə məsələn bunu göy atıblar, amma içində göy yoxdur, yox var. Hə, içində də göy var. Yəni sulu Üstünə xəncərlə. bu çünki göy turşu görsənir, içində də yox var. Sulu xəncərlə bunun adiyyatı dəxlisi yoxdur. İçində bir dənə xəncər var, o da yarpaq xəncəridir və salam. Mən xoşlamıram Mən də bu qızlar, ona xoşlamıram. görə yəni mənə belə qəşəng gəlmədi, amma inovativ fanatları ola bilər, olsun da, yəni. Ola bilsin, amma yenə fanatlar da gedib əslini alıb bilsə ondan yaxşıdır yəni bu. Alacaq yenə sup alıb yemiş kimi bir şey olacaq, belə. Məsələn, opşu. Opşuda qızlar bəyənmədik. Amma siz kanalımızı bəyənin, Hə, qızlar, amma siz like kanalımızı qoyun. bəyənin. Belə videoların davamı üçün bəyənə, abunə olub bildirimləri açın qızlar, yadınızdan çıxmasın. Bundan
bundan sonraki nə alaq, nə paylaşım edək, məsəl üçün elə var ki, deyəsiniz ki, yox bacı falan var, elə dadlıdır ki, həm başqa, nə bilim, bir Asiya mətbəxi olar, nə bilim, nə istəyirsiniz də, yəni yaza bilərsiniz. Biz onu alıb dadına baxarıq. İndi sadəcə bizə maraqlı olanların biz aldıq, dadına baxdıq. Çünki məsəl üçün üzərində Çin falan yazmışdı. Bunlar fərqli sulardır da, belə. Məsəl üçün biz gedirik, Fanta alırıq, Kape alırıq, nə bilim, başqa bildiyimiz Azərbaycan meyvə sularını alırıq da, ərikdir, şaftalıdır, bax belə şey sular alırıq. Amma yəni ki, beləncə gedib innovativ alaq bunu çıxaq elə olmur da. Ona görə bizə fərqli gəldi. Ona görə biz də bunları dedik ki, sizlə bir yerdə yoxlayaq, görək dadları necədir. Mən bunların hamısının dadına birinci səfərdə baxardım. Mən də. Tam sənin sözümdür, yəni burada birinci dəfə baxdım, dadında nə idi, onu dedim. Belə qızlar, kanalımıza abunə olub, bildirimləri açmağı və əsasən də bəyənməyi qızlar unutmayın, zəhmət olmasa. Belə videoların davamı üçün bacınızı nə edirsiniz, like edirsiniz. Bir də şərhlərdə məni tərifləməyi unutmayın. Şərhlərdə seni tərifləməyi unutmayın. Sağ olun. Deyin ki, ay Allah nə yaxşı, Hüseyin, nə bilim, nə yazırsınız, yazıda qızlar tərifləyin Hüseyini. Ən xoş sözləri. Amma məni tərifləmək, onsuz da qızlar məni çox istəyir, məni tərifləyirlər, zaten beni seviyorlar. Mən də onları seviyorum, canlarım mənim, sizləri sevirəm. Kanalımda qalın, birlikdə qalaq. Get-gedə də kanalımız böyüyür qızlar, bu da sizin sayənizdədir. Rüstəm də oradan əl eləyir sizə. Ona orada yasaqlıdır qızlar, oradan bura keçə bilmir. İki dedi ki, rahat dadlarına baxar. Yüz uşaq deyəcək, mənim də belə. Amma yəni bu indi uşağa indi daddıracaq. Belə qızlar, sizdən ayrılırıq, öpürük sizi. İnşallah kanalımızda qalın. Müvəqqətə ayrılırıq. İnşallah yenə də paylaşımlarımız olacaq inşallah. İnşallah. Sağ olun. Sağ olun.